toyuq filesindən fərqli və çox dadlı bir resept hazırlayıram. Bu möcüzənin xəmiri üçün qatığın üzərinə duru yağ, yumurta, duz və yarım çay qaşığı soda əlavə edib köpüklənənə qədər qarışdırıram. Sonda isə üzərinə hissə un əlavə edib yumuşaq xəmir yoğururam. Xəmiri salafana yerləşdirib masanın üzərində gözlədirəm. İçli üçün toyuq filesi, xırda-xırda doğranmış soğan, duz, qara istiot, pul biber, şüyüd və 1 yemək qaşığı bitki yağı əlavə edib qarışdırıram. İçli hazırdır. Maya qarışım üçün də adi su, yumurta, sarı kök, duz və un. Bunları yaxşı-yaxşı qarışdırıb bunu da bir kənarda gözlədirik. Xəmirdən 40 qramlıq kündələr tuturuq və üzərini örtüb 10 dəqiqə gözlədirik. 40 qramdan 18 ədəd kündə alınır. Sonda isə içliyi qoyub 2 yerə böldükdən sonra hər bir kündəni 2 yerə böldükdə ümumilikdə bizdə 36 ədəd toyuqlu, xırçıldayan çox ləzzətli möcüzələr alınacaq. Demək olar ki, şəkərbərə xəmiri kimi yayırıq və içlikdən 1 çay qaşığı dolu içliyi əlavə edib tən orta hissəsinə 1 ədəd duzlu, istiotlu çubuğu yerləşdiririk, xəmiri büküb 2 yerə bölürük. Açıq qalan qismlərdə videoda gördüyünüz şəkildə bükürük. Üzəri xırçıltılı, içərisi yumuşaq, çox dadlı alınır. Uşaqdan böyüyə hər kəs bu resepti çox bəyənəcək. Mütləq hazırlayarsınız. Onu da qeyd edim ki, çox bərəkətli bir reseptdir. Hamısını hazırladıktan sonra tavanın içərisində yağımızı tamam qəşəng dağ edirik. Yağı dağ etdikdən sonra ocağın ateşini biraz azaldırıq. Yəni orta ateşdə bişirmək lazımdır ki, tək xəmirlərin üzəri yox, içərisindəki olan toyuq əti də yaxşı bişsin. Əvvəlcə qarışıma, daha sonra isə bol suxariyə bulayıb yığırıq. Hamısını hazırladıktan sonra artıq keçirəm qızartmağa. Bol duru yağın içərisində qəşəng hamısını bişirib yığıram. Videonu mütləq yaddaşa verin ki, itirməyəsiz. Fərqli və ləzzətli bir dad istəyirsinizsə, mütləq bu resepti sınayın. Yağda qızarmağına baxmayaraq, qətiyyən yağı öz canına çəkmir. Üzəri xırçıltılı, içərisi yumuşaq, çox ləzzətli alınıb. Süfrəyə verərkən də mütləq ketçupla servis edin. Göz haqqınızı halal edin, hazırlayanlara nuş olsun.